Zərf növünə də baxaq. Deməli, zərfin mənaca 4 növü var. Tərz hərəkət zərfi, zaman zərfləri, yer zərfləri və miqdar zərfləri. Birinci bu zərflə zərfli yanlışı fərqləndirək. Zərf dedikdə söhbət nitq hissəsindən gedir. Zərf morfologiyada öyrənilir. Zərflik dedikdə bu artıq cümlə üzvüdür. O sintaktika mövzusudur. Biz bu gün haqqında danışırıq zərfdən. Və zərflərin 4 dənə məna növü var. Səbəblə məqsəd zərfliyi var. Səbəb məqsəd zərfi yoxdur. Biz birinci danışırıq tərzi hərəkət zərflərindən. Hərəkətin icra tərzini bildirir. Sualı necə, nə cür, nə tərzdə. Bu suallardan birinə cavab verəcək. Tərz hərəkət zərfləri feildən əvvəl işlənir. Onun tərzini bildirir. Amma bəzən cümlədə inversiya olur. Feil cümlənin sonunda, tərz hərəkət zərfi cümlənin əvvəlində də işlənə bilər. Əsas odur ki, biz onu əlaqələndirə bilək. Məsələn, deyirəm ki, acgözlüklə havanı ciyərlərinə çəkdi. Nə etdi çəkdi? Necə çəkdi? Acgözlüklə ciyərlərinə çəkdi. Bu tərz hərəkət zərfidir. Amma ki, deməli, feilin yanında işləməyib. Cümlənin əvvəlində işlənib. Əsas odur ki, mən bunu feillə əlaqələndirdim. Feilin tərzini bildirdi. Ona görə tərzi hərəkət zərfidir. Məsələn, acgözlüklə havanı, hava ismini izah eləmir ki, o birbaşa feili izah eləyir. Sualları necə, nə cür, nə tərzdədir? Burada necə sualına diqqətli olaq. Çünki necə sualı sifətdə də var. Bunu fərqləndirmək çox rahatdır. Əgər necə sualına cavab verən söz özündən sonra isim, daha doğrusu necə sualına cavab verən sözdən sonra isim gəlir və ismi izah eləyirsə, deməli bu sifətin sualıdır. Yox, əgər özündən sonra feil gəlir, feili izah eləyirsə, onda bu artıq zərfin sualı olacaq. Məsələn, maraqlı kitab deyəndə necə kitab? Maraqlı kitab. Maraqlı burada isimdən əvvəl işlənib və onu izah eləyib necə sualına cavab verir. Bu sifətdir. Amma maraqlı danışır deyəndə necə danışır? Maraqlı danışır. Bu dəfə artıq feildən əvvəl gəlib, feili izah edir. Burada olacaq zərf. Ümumiyyətlə, bəzi sözlər var ki, maraqlıdır, yaxşıdır, çətindir, pisdir. Bunların hansı nitq hissəsi olduğunu cümlə daxilində dəqiq deyə bilərik. Məsələn, məndən soruşur ki, maraqlı hansı nitq hissəsidir? Mən belə deyə bilmərəm ki, maraqlı sifətdir. Cümlə daxilində baxacam. Əgər ismi izah edirsə, bəli, sifətdir. Yox, əgər feili izah edirsə, bu dəfə artıq zərf olacaq. Yəni, onu dəqiq sifət demək düz deyil. Tərz hərəkət zərfləri quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur. Sadə tərzi hərəkət zərfləri burada qeyd eləmişəm. Asta, dürüst, yaxşı, pis, çətin. Üzərində leksik şəkilci yoxdursa, sadədir. Tək kökdən ibarət olur. Özü tərzi hərəkət zərfləri qrammatik şəkilci qəbul eləmir. Düzəltmə olanları, məsələn, dahiyanə danışır. Necə danışır? Dahiyanə danışır. Türkcə danışır. Necə danışır? Ucadan danışır. Cəsarətlə danışır. Çəpəki baxdı. Necə baxdı? Çəpəki baxdı. Yanaşı əyləşdik. Necə əyləşdik? Yanaşı əyləşdik. Bunlar da düzəltmədir. Mürəkkəb olanlar, məsələn, asta-asta danışır. Defslə yazılar. Gözücü baxdı mənə. Necə baxdı? Gözücü baxdı. Bitişik yazılan mürəkkəb tərzi hərəkət zərfləridir. Tərzi hərəkət zərflərinin qaydasını bildik. Amma ki, zərf elə bir mövzudur ki, bunun digər nitq hissələrindən çox oxşar cəhətləri var. Tərz hərəkət zərfi dedikdə biz diqqətli olmalıyıq feili bağlamalardan. Çünki hansı variantda tərz hərəkət zərfi işlənib deyirsə, mütləq şəkildə birinci variantda tərz məzmununu bildirən feili bağlama işlənəcək. Məsələn, o sevinə-sevinə danışırdı. Necə danışırdı? Sevinə-sevinə. Hə, feildən əvvəl gəlir, necə sualına cavab verir. Onda bunu mən tərz hərəkət zərfi götürüm. Olmaz. Sevinmək sözün köküdür. İsə feili bağlama şəkilsidir. Bu feili bağlamadır. Biz bilirik ki, feili bağlamalar da həm feilin, həm də zərfin xüsusiyyətini daşır. Yəni, zərf kimi feildən əvvəl gəlir, əsas feilin tərzini, zamanını bildirə bilir. Burada da tərzini bildirir, amma feili bağlamadır. Cümlə belə olsa ki, asta-asta danışır. Necə danışır? Asta-asta danışır. Bəli, bu artıq zərfdir. Biz zərflərlə feili bağlamaları, tərz məzmunu bildirən zərflərlə feili bağlamaları ən dəqiq, sabit yolu odur ki, şəkilçilərinə görə fərqləndirəcəyik. Baxacağıq, asta-asta sözündə feili bağlamanın şəkilçisi yoxdur. Bu zərfin özüdür. Amma sevinmək sözün köküdür, isə feili bağlama şəkilçisidir. Bu feili bağlamadır. Və yaxud da deyirəm ki, o gülmədən danışır. Necə danışır? Gülmədən danışır. Necə sualına cavab verir? Amma mada mədən feili bağlama şəkilçisidir. Burada feili bağlamadır.
Bundan sonra elə-belə əvəzliklərində də diqqətli olun. Elə-belə zərf deyil, zərfi əvəz eləyən əvəzlikdir. Məsələn, elə danışma, necə danışma, elə danışma. Burada bizdən soruşur ki, zərf işlənib, xeyr işləməyib. Bu əvəzlikdir. Zərfi əvəz eləyib desə düz fikirdir, amma zərf işlənib desə səhv fikirdir. Çünki bu nitq hissəsi olaraq əvəzlikdir. Biz elə-beləni əvəzlikdə öyrənmişik, zərf deyil. Daha sonra bəzi sözlər var ki, işləmə yerinə görə həm feili bağlama ola bilər, həm də zərf ola bilər. Bu tikə-tikədir. Bir də qoşa-qoşadır ki, cümlə daxilində biz bunu həm zərf kimi düşünə bilərik, həm də feili bağlama kimi düşünə bilərik. Bu da çox rahatdır. Birincisi, həmin söz feili bağlamadırsa, o feildir, onda hərəkət məzmunu var. Məsələn, deyirəm ki, arabanı qoşa-qoşa söhbət edirdi. Qoşmaq sözündə bir hərəkət var. Amma deyirəm, uşaqlar qoşa-qoşa düzülüb. Burada qoşa-qoşa sözündə bir hərəkət yoxdur. Bundan əlavə, bu 2 dənə sözü cümlə daxilində araq feili bağlama şəkilsi ilə əvəz eləyə biliriksə, feili bağlamadır. Məsələn, deyirəm ki, arabanı qoşa-qoşa söhbət eləyirdi. Arabanı qoşaraq söhbət eləyirdi. Qoşa-qoşanı qoşaraqla əvəz eləyə bildim. Burada feili bağlamadır. Bir də deyirəm ki, uşaqlar qoşa-qoşa düzülüb. Uşaqlar qoşaraq düzülüb demək olmur. Orada artıq tərzə hərəkət zərfi olacaq. Gələk zaman zərflərinə. Zaman zərfləri, daha doğrusu tərz hərəkət zərflərində bir də nə qaldı? Tərz hərəkət zərfləri qrammatik şəkilçi qəbul eləmir. Məsələn, biz əvəzlikdə keçdik, feilin təsriflənməyən formasında keçdik. Onlarda qrammatik şəkilçilər olurdu. Amma zərflər qrammatik şəkilçi qəbul eləmir. Həmişə başlanğıc formada olur buna görə də. Və qrammatik şəkilçi qəbul eləyə bilmədiyinə görə cümlədə mübtəda, tamamlıq, xəbər ola bilməz. Çünki bir sözün xəbər olması üçün onda xəbərli şəkilçisi lazımdır. O da qrammatik şəkilçidir, zərf o şəkilçini qəbul eləyə bilmir. Tamamlıq olması üçün hallamalıdır, tərz hərəkət zərfi hal şəkilçisi qəbul eləmir. Cümlə üzvü olaraq ancaq zərflik olacaq. Məsələn, deyirəm ki, yaxşı danışır, necə danışır, yaxşı danışır cümlənin zərfliyidir. Tərz hərəkət zərfliyi. Zaman zərfləri hərəkətin, hadisənin zamanını bildirir. Nə zaman, nə vaxt, haçan suallarından birinə cavab verir. Quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olur. Sadə zaman zərflərini burada qeyd eləmişəm. İndi, tez, gec, hələ. Burada elə sözlər var ki, baxan kimi biz bilirik ki, bunlar zaman zərfidir. Məsələn, axşamdır, dünəndir, səhərdir, zaman zərfidir, indidir bunlar. Amma bir hələ çaşdırır. Bu həmişə yaddan çıxır, hey yaddan çıxır, sonra bildir. İniş il zaman zərfidir, sadə zaman zərfidir. Sırağa gün sadədir, yenə sadədir. Dərhaldır, daimdir. Bunlar sadə zaman zərfləridir. Düzəltmə olanlar daha çox dadə və dan şəkilçisi ilə düzəlir. Bir də lik şəkilçisi ilə düzələ bilir. Baxaq, məsələn, gündə. Deyirəm, gündə bizə gəlir. Nə zaman? Yayda kəndə gedəcəm. Nə zaman gedəcəm? Və yaxud da hələlik gəlməsin. Çoxdan onu görmürəm. Nə zaman görmürəm? Çoxdan görmürəm. Düzəltmə zaman zərfləridir. Düzəltmə dedikdə bu şəkilçilərlə düzələcək. Mürəkkəb olanları var. Məsələn, bu gün, bu an, bu il, ertəsi gün, hər gün. Bunlar ayrı yazılan mürəkkəb zaman zərfləridir. Deslə yazılan var. Gec, tez, əvvəl, axır. Sonra bitişik yazılanlar var. Səhər çağı, günorta, axşam tərəfi. Bu zaman zərflərinin amonimliyi var. Məsələn, burada səhər, axşam, deməli, bu sözlər işlənmə yerinə görə yayda da ola bilər, amma o qədər də çox çaşdırmır. Səhər, bir də axşam, bu çox çaşdırır, bunda diqqətli olun. Deməli, bunlar həm zaman zərf ola bilər, həm də isim ola bilər. Məsələn, səhər gələrsən deyəndə, nə zaman gələrsən? Səhər. Nə zaman sualına cavab verir zaman zərfidir. Amma bir də deyirəm ki, səhər açıldı. Nə açıldı? Səhər açıldı. Burada nə sualına cavab verdiyi üçün isimdir. Bu səhəri, axşamı cümlədə görəndə heç cümləni bəzən təhlil eləmirlər. Elə səhər, axşam gördün, hə, zaman zərfi götürülür, amma olmaz. Cümlədə baxmalıyıq. Məsələn, axşam düşdü. Nə düşdü? Axşam düşdü, isimdir. Amma deyirəm, axşam gələrsən. Nə zaman gələrsən? Axşam gələrsən, bu artıq zaman zərfi olacaq. Zaman zərflərində də bir feili bağlamalardan diqqətli olmalıyıq, bir də zaman məzmunu bildirən qoşmalardan diqqətli olmalıyıq. Bu sonradır, qabaqdır. Bunlar həm qoşma ola bilir, həm də zaman zərfi. Birinci feili bağlamalarla fərqləndirək. Feili bağlamalar da zaman zərfləri kimi əsas feildən əvvəl gəlir və zaman bildirir. Nə zaman sualına cavab verir. Məsələn, bura yazaq ki, səhər açılanda gəldi. Bir də yazıram ki, səhər gəldi. Yox, başqa bir söz yazaq. Məsələn, sabah gələcək.
Hə, səhər açılanda gəldi. Nə zaman gəldi? Səhər açılanda. Nə zaman sualına cavab verdi? Bunu zaman zərfi götürüb olmaz. Biz morfologiyadayıq və burada biz sözlərə bir-bir sual verməliyik. Burada gəldi feildir bu hez. Açılanda açmaq sözün köküdür. Il növ şəkilçisidir. Ande də feili bağlama şəkilçisidir. Bu feili bağlamadır. Açılanda hətta neydəndə də sualını verir, feilin sualını verir, feili bağlamadır. Səhər də burada nə sualına cavab verir? Nə açılanda, səhər açılanda nə sualına cavab verdiyi üçün bu isimdir, zaman zərfi deyil. Amma sabah gələrsən, nə zaman sabah, bu artıq zaman zərfidir. Feili bağlamalardan çox diqqətli olun. Zaman zərflərində zaman məzmunu bildirən feili bağlamalarla sizi çaşdıra bilər. Bunu keçəndən sonra zaman məzmunu bildirən qoşmalar var. Onlarla çaşdıra bilər. Əvvəl, sonra, deməli, bunlar həm zaman zərfi ola bilər, həm də qoşma ola bilər. Burada da qeyd eləmişəm, amonim bir sözdür. Hər ikisində zaman məzmunu bildirdiyinə görə fərqləndirmək yaddan çıxır. Məsələ budur. Məsələn, bu sözlər ismin çıxışlıq halına qoşulubsa, dan, dən, üstəgəl bu sözlər varsa, deməli bu qoşmadır. Çıxışlıq hala qoşulubsa qoşmadır. Məsələn, deyirəm ki, səndən sonra biz gəldik. Səndən sonra gəldik. Nə etdik? Gəldik. Nə zaman gəlmişik? Səndən sonra, hə. Nə zaman sualına cavab verdi? Sonra da zaman zərfinin içərisində var. Mən bunu götürüm zaman zərfi. Olmaz. Çünki bu sözlər çıxışlıq hala qoşulubsa, baxın çıxışlıqdan sonra gəlib. Çıxışlıq hala qoşulubsa, bu qoşmadır, zaman zərfi deyil. Burada bir dənə əvəzlik var, çıxışlıq halda əvəzlik var, bir dənə də qoşma var. Zaman zərfi yoxdur. Amma desəm ki, əvvəl sən gəl, hə, burada artıq müstəqil şəkildə işləndiyinə görə zaman zərfi olacaq. Zaman zərflərində də feili bağlamalardan və qoşmalardan diqqətli oluruq. Zaman zərfləri ismə aid olan qrammatik şəkilçilərlə işlənə bilir. Cəm şəkilçisi ilə də işlənə bilər. Məsələn, deyirəm ki, axşamlar bura soyuq olur. Burada cəm şəkilçisilə. Nə zaman soyuq olur? Axşamlar cəm şəkilçisilə işləndi. Bu barədə danışmaq gecdir. Burada da xəbəri şəkilçisi ilə işləndi. Zaman zərfləri iki cümlə üzvü ola bilər. Bir zaman zərfliyi ola bilər. Məsələn, sabah gələrsən, bu gün gələrsən, zaman zərfliyidir. Bir də xəbərli şəkilçi qəbul etdiyinə görə cümlənin xəbəri ola bilər. Məsələn, deyirəm ki, indi bu barədə danışmaq gecdir. İndi danışmaq gecdir. Burada da cümlə üzvü olaraq cümlənin xəbəridir. Çünki xəbəri şəkilçisi qəbul edən söz onsuz da cümlədə xəbər olacaq. Amma tərz hərəkət zərfləri ancaq zərfli olurdu. Gəlirik yer zərflərinə. Yer zərflərinin sualları haraya, harada, haradan, hara suallarına birinə cavab verir. Və yenə quruluqca sadə düzəltmə mürəkkəb ola bilər. Sadələrini əlimdən gəldiyi qədər yazmışam bura. Məsələn, irəlidir, geridir. Deməli, qabaq, bəri, aşağı, yuxarı, uzaq. Bunlar sadə zaman zərfləridir. Düzəltmə yaxınlıqda, ortalıqda, aralıqda. Mürəkkəb olan ora, bura, sağ, sol, irəli, geri, yan, yörə. Bunlar da mürəkkəb, deməli, yer zərfləridir. Yer zərflərində biz diqqətli oluruq isimlərdən. Baxın, zərfin hər məna növündə bir nitq hissəsindən diqqətli olmağı deyirəm. Məsələn, tərz hərəkətdə feili bağlamadan, zamanda qoşmadan, yenə feili bağlamadan, yer zərfinə də gələndə isimlə diqqətli olun. Çünki hara sualı iki nitq hissəsində var. Bir isimdə var, bir də yer zərfində var. Bəs biz bunu necə fərqləndirməliyik? İsim ad bildirir. Əgər bir məkanın adını bildirir, orada bir konkretlik, dəqiqlik varsa, deməli bu isimdir. Məsələn, deyirəm ki, uşaq məktəbə gedir. Mən artıq konkret bilirəm ki, uşaq hara gedib? Yerini dəqiq bilirəm, axtarsam tapacam. Bir də deyirəm ki, uşaq ora getdi. Ora haranın adıdır, bilinmir. Məsələn, bir var əli ilə göstərir, o başqa şey. Amma ora bir məkanın, bir ünvanın, bir yerin adı deyil. Baxın, irəli bir yerin adı deyil, geri bir yerin adı deyil, qabaqdır, bəridir, aşağı, yuxarıdır. Bir yerin adı deyil. Bunlar yer zərfləri. Yəni, gözümüzün qabağında bir yer canlanırsa, bu isimdir. Məsələn, bağa gedirəm. Gözümün qabağında bir yer canlandı. Bir də deyirəm ki, ora gedirəm. Gözümüzün qabağında bir yer canlanmadı. Bu artıq olacaq yer zərfi. Və yer zərflərində biz nədə diqqətli oluruq? Yer zərfləri bəzən hansı sualına da cavab verə bilər. Məsələn, deməli, yuxarı çıxma deyəndə hara çıxma yuxarı. Bu hara sualına cavab verdi. Onsuz da yer zərfidir. Yer zərfində yuxarı sualına cavab verdi. Bir də deyirəm ki, yuxarı kəndlərə su çəkildi. Hansı kəndlərə? Yuxarı kəndlərə. Bu isimdən əvvəl gəlib mən bunu sifət götürüm olmaz. Çünki bəzən yer zərflərinə də hansı sualını verə bilirik. Ümumiyyətlə bayaq dedim ki,
Məsələn, yaxşıdır, pisdir. Biz bunların hansı nitq hissəsi olduğunu bilmək üçün cümlədə işlənmə yerinə baxırıq. İsmdən əvvəl gəlirsə sifət, feildən əvvəl gəlirsə zərf olur. Amma bu qayda yer zərflərinə aid deyil. Ona görə yer zərflərini əzbərləmək lazımdır. Yuxarı ismdən əvvəl gəlsə də yer zərfidir, feildən əvvəl gəlsə də yer zərfidir. Adətən cümlədə yer zərfini axtaranda biz onun sualını veririk ki, baxaq görək yer zərfinin sualına cavab verən hansı sözdür. Amma yer zərfləri bəzən hansı suala cavab verə bilər. Yəni hansı suala da cavab verəndə biz onu yer zərfi götürməliyik. Burada ora-bura bunlar sadə yer zərfidir. Bu əvəziylə bura ya da o əvəziylə ora yaranmayıb. Sadədir bunlar. Və yer zərfləri deməli qrammatik şəkilçilərlə də işlənə bilir. Yuxarılar desək cəm şəkilçisi ilə işləndi. Yuxarıda desək halla işləndi. Yuxarıdadır desək xəbərli şəkilçisi ilə işləndi. Zərfin mənaca növlərindən biri yer zərfidir ki, cümlənin mübtədası da olur, tamamlığı da olur, xəbəri də olur, təyini də olur, zərfliyi də olur. Əgər təsirli hal şəkilçisi ilə işlənibsə, biz bilirik ki, təsirli hallı sözlər cümlənin tamamlığıdır. Yuxarını təmizlədi. Baxıram ki, təsirli halla işləndi. Haranın sualına cavab verilir. Mən bunu cümlənin zərfliyə götürüm. Yer zərfliyi olmaz. Təsirli hallı söz cümlədə tamamlıq vəzifəsindədir. Yuxarılar bundan narazıdır deyəndə adlıq halda işlənib. Olacaq cümlənin mübtədası. Yuxarıda harada, yuxarıda, harada da sualına cavab verəndə olur cümlənin zərfliyi. Yuxarıdadır deyəndə, yuxarıdadır. Xəbərli şəkilçisi ilə işləmişsə, deməli cümlədə ismi xəbər olmalıdır. Yuxarı kəndlər deyəndə, yer zərfləri hansı sualına cavab verəndə, yuxarı kəndlər olur cümlənin təyini. Deməli cümlədə təyin də ola bilərmiş. Bu bir yer zərfi idi, bir də deməli zaman zərfi idi ki, cümlədə xəbər ola bilirdi. Və zaman zərflərində də bunda diqqətli olaq ki, məsələn, dünən zaman zərfidir, bəli. Amma dünənki deyirsə, dünənki hadisə, bu zaman zərfindən düzələn sifətdir. Bunu zaman zərfi götürmək olmaz. Və yaxud da ora yer zərfidir. Amma oradakı deyirsə, oradakı, dakıdakı sifət düzəldən şəkilçidir. Bu artıq olacaq sifət. Bunlardan da diqqətli olun. Gəlirik kəmiyyət zərflərinə. Kəmiyyət zərfləri də hərəkətin miqdarını bildirir. Quruluşca sadə düzəltmə mürəkkəb olur. Sadəsi az, çox, xeyli, düzəltmə tamamilə, büsbütün, bütünlüklə. Bu büsbütün tərz hərəkətə oxşuyur, amma miqdar zərfidir. Mürəkkəb olanlar biraz, bir qədər, dönə-dönə tərz hərəkət yox, miqdar zərfidir. Deməli, kəmiyyət zərfləri də tərz hərəkət zərfləri kimi heç bir qrammatik şəkilçisi ilə işlənmir. Məsələn, yer zərfləri qrammatik şəkilçilərlə işlənir. Miqdardakı, deməli, zamandakı xəbərli şəkilçisi ilə cəm şəkilçisi ilə işlənir. Amma bunlar da miqdar zərfləri də qrammatik şəkilçi qəbul edə bilməz. Və nə qədər sualı sayda da var idi. Biz bilirik ki, məsələn, çox insan özündən sonra isim gəldi, saydı. Amma çox danışır, zərfdə artıq çünki hərəkətlə bağlıdır. Burada dönə-dönədən çox diqqətli olun. Dönə-dönəni araqla əvəz eləyə biliriksə, feili bağlama şəkilçisidir. Məsələn, deyirəm, maşın dönə-dönə deməli, dönə-dönə, bunu sənə dönə-dönə dedim, bunu sənə çox dedim, dəfələrlə dedim. Bu olacaq miqdar zərfi. Dönə-dönə tərz hərəkət deyil, miqdar zərfidir. Bir də deyirəm, dönə-dönə getdi, dönərək getdi. Bu artıq olacaq tərz hərəkət, daha doğrusu, deməli, feili bağlama olacaq. Bir də burada yuxarıda düzəltmə yer zərfi deyil. Düzdür, dadə yer zərfi, daha doğrusu dadə zərf düzəldən şəkilçi var. Amma ki, burada yerli halın şəkilçisidir. Çünki bu harada sualına cavab verir, harada da yerli halın sualıdır. Dadə zərf düzəldən şəkilçi olanda necə, nə zaman suallarından birinə cavab verəcək. Zərf həm təsriflənən feil aid ola bilər, həm də təsriflənməyən feil aid ola bilər. Məsələn, deməli, çox oxuyan dedikdə, burada zərf təsriflənməyən feil aiddir, feili sifətə. Çox oxudu deyəndə, burada artıq təsriflənən feil aid olur. Təsriflənməyən feil, feili sifət, məsdər, feili bağlamadır. Topluda belə suallar çoxdur. Deyir, hansı cümlədə zərf təsriflənməyən feil aiddir? Deməli, orada zərf, feili sifət, məsdər, feili bağlamanı izah edir. Təsriflənən də dedikdə şəkillər nəzərdə tutulur. Burada belə bir məqam var ki, deməli, zərflər təsriflənməyən feilə aid olanda müstəqil cümlə üzvü olmur. Məsələn, çox oxuyan odur. Odur kim? Çox oxuyan. Baxıram ki, təsriflənməyən feil aiddir, müstəqil cümlə üzvü deyil. Amma təsriflənən feilə aid olanda oxudu, nə qədər oxudu, çox oxudu. Onda artıq müstəqil şəkildə cümlə üzvü ola bilər.